İzləyicimizin sualı belədir ki, məndə bağırsaq boğulması var, göbəyin sol tərəfində sancı verir. Mənə əməliyyatsız kömək edə bilərsinizmi? Bağırsaq boğulması ciddi bir xəstəlikdir. Bu əsasən qrıjası olan, qarında qrıjası, yırtığı olan xəstələrdə olur. Bağırsaq ilgəkləri gəlir həmin yırtığın içərisinə keçirir və boğulur. Bəzən də olur, xüsusən S-vari bağırsaqda, indi pasiyentdə də sol tərəfli ağrılardan danışır. S-vari bağırsaq burulur. Belə bir boğulma verir. Bunun hər ikisi tipik cərrahi xəstəlikdir. Və ciddi xəstəlikdir. Həmin boğulma nəticəsində həmin boğulan yerdə qan təchizatı pozulur və orada nekroz, qanqrena kimi fəsadlara səbəb ola bilər. Əgər boğulmalar olan bir pasiyentdirsə, mütləq şəkildə cərraha yaxınlaşsın. Yəni, boğulma bir gün olub, bir gün keçəcəksə, bir gün olub keçməyə də bilər və xəstəyə ciddi fəsad verə bilər. Onun üçün mütləq cərrahla məsləhətləşsin, böyük ehtimal bu əməliyyatla düzələcək. Yəni, bunun konservativ, dərmanla müalicəsi yoxdur.